Bu dəfəki videomda teatr və kino aktyoru Kamil Qubuşovun qısa da olsa həyatından danışacağım. Kamil Qubuşov 1915-ci il dekabr ayının 25-də İrəvanda anadan olmuşdur. Onun səhnə fəaliyyəti 1930-cu ildən 1974-cü ilə qədərdir. Kamil Qubuşovun kinoda ilk işi 1930-cu ildə kino rejissor Mikhail Mikhailovun lentə aldığı Lətif filmindəki uşaq rollarından birini yaratmışdır. Onun ardınca isə 1960-cı ildə Qəribə Əhvalat filmindəki Mürşüd, 1966-cı ildə Qaraca Qız filmindəki Bəy, 1966-cı ildə Sən Niyə Susursan filmindəki Bəbir, 1969-cu ildə Dəli Kür filmindəki Kənd Sakini, 1969-cu ildə Bizim Cəbiş müəllim filmində Müəllim, 1971-ci ildə Axırıncı Aşırım filmində Kənd Sakini, 1974-cü ildə Qatır Məmməd filmindəki Sadıq Xan və 1974-cü ildə Bakıda Küləklər əsir filmindəki Neftçi Fəhlə kimi obrazlarını yaratmışdır. Kamil Qubuşov həmçinin də Akademik Milli Dram Teatrının aktyorudur və həmçinin də Azərbaycan kinosunun səsləndirilməsində də çox böyük məharətlə iştirak edib. Mən Kamil Qubuşov haqqında çox aktyorlarımızdan soruşdum və onun həyatı haqqında heç kimin məlumatı olmadı. Və bizim görkəmli aktyorumuz Rafiq Əzimovdan soruşdum və Rafiq Əzimov bildirdi ki, Kamil Qubuşov Akademik Milli Dram Teatrında Rafiq Əzimovla tərəf müqabili olublar. Hətta bir neçə tamaşalarda da bir yerdə çəkiliblər. Və aktyorumuz Rafiq Əzimov Akademik Milli Dram Teatrında Kamil Qubuşovla hansı tamaşalarda çəkilib, o tamaşaların adlarını verdi mənə. Rafiq Əzimovla Kamil Qubuşovun tanışlığı 1962-ci ildən başlayır. Və 1962-ci ildə Hacıqarada Naçalnik, 1963-cü ildə Səyavuş, Şeyx Sənanda Platon, 1964-cü ildə Sən həmişə mənimləsən tamaşasında Fərəc, 1964-cü ildə Vaqifdə İbrahim xan, Kimdir Müqəssirdə Həsənov, Oqtay Eloğluda Səməd bəy və 1976-cı ildə Qılınc və Qələm tamaşasında Rafiq Əzimovla bir yerdə çəkiliblər. Bu, Kamil Qubuşovun Akademik Milli Dram Teatrında sonuncu tamaşası olur. Mən Kamil Qubuşovun məzarını çoxdandır axtarırdım və tapa bilmirdim. Köhnə aktyorlarımızdan da soruşurdum və onun harada dəfn olunduğunu heç kim bilmirdi. Və Kamil Qubuşov 1977-ci ildə 62 yaşında dünyasını dəyişib. Və bu Qurd Qapısı məzarlığında da buradakı mollaların hamısından soruşdum. Hətta yaşlı mollalardan da soruşdum. Kamil Qubuşovun harada dəfn olunduğunu heç kim bilmədi. Və mən axtara-axtara Kamil Qubuşovun məzarını tapdım. Kamil Qubuşovun həyat yoldaşı da Rus vətəndaşı olub, Marfa İvanovna.
O da 1920-ci ildə anadan olub və 2000-ci ildə dünyasını dəyişib. O da həyat yoldaşının yanında dəfn olunub. Mən aktyorumuz Rafiq Əzimovdan da soruşdum. Kamil Qubuşovun övladları barədə. O haqqında məlumatı yox idi. Və mən qısa da olsa bu videonu çəkdim ki, sosial şəbəkələrdə Kamil Qubuşovun haqqında heç bir məlumat yoxdur. Hətta onun haqqında videoda yoxdur. Və mən bura gəlmişkən də Kamil Qubuşovun məzarı çox da baxımsız deyil. Yenə də gəlmişkən də onun məzarını təmizləyəcəm. Allah Kamil Qubuşova və onun həyat yoldaşına rəhmət eləsin. Ruhları şad olsun.